Salam, hər vaxtınız xeyir olsun. Belə bir maraqlı məsələnin həllinə baxaq. Qapalı qabda müxtəlif mol miqdarında götürülmüş azot və hidrogen qazlarının biri tam sərf olunana qədər reaksiyaya gedir. Alınmış qaz qarışığının orta molyar kütləsi 25,25-dir. İlkin qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. Reaksiyanı yazırıq. Azot üzərinə 3 mol hidrogen gələndə alınacaq 2 mol amonyak. Və bizdə deyir ki, burada orta molyar kütləsi 25,25-dir. Görək hansı qaz var və hansı nisbətdə birləşiblər. Bilirik ki, deməli orta molyar kütləsi kütləsinin böyük olanınkindən kiçik, kiçik olanınkindən də böyük olmalıdır. Hidrogeni götürə bilmərik, çünki hidrogen 2-dir kütləsi. 25,25-dən yəni çox kiçikdir. Ona görə deməli 25,25 orta molyar kütləsi azotla amonyaka aiddir. Amonyakınki də kütləsi 17-dir. Buradan çıxanda burada qalacaq 2,75, digər hissədə 8,25. İxtisar gedəndə bunlar 3-ü 1-ə nisbətində qalır. Yəni yazırıq başlanğıc sərf tarazlıq. Deməli tarazlıq anında 3 mol azot artıq qalıbdır, 1 mol da amonyak əmələ gəlibdir. Amonyakın 1 molunun əmələ gəlməsinə bizə 1,5 mol hidrogen qazı sərf olunur. Və deyir ki, qazlardan biri tam sərf olunubdur. Deməli başlanğıcda 1,5 mol hidrogen var imiş ki, hamısı sərf olunub qalmayıbdır. Azotdan isə deməli 1 mol azot, daha doğrusu amonyak alınmaqdan ötürü 0,5 mol azot lazımdır. Deməli başlanğıcda 3,5 mol bizdə azot var imiş. İndi burada orta molyar kütləsini tapanda 3,5-i 28-ə vuraq, eləyir 98. Üzərinə 1,5-i 2-yə vuranda 3. Bölürük 5-ə. Deməli alınacaq burada 20,2 və sonra deyir ki, ilkin qaz qarışığının hidrogenə görə nisbi sıxlığı 20,2-ni də 2-yə bölürük, tapırıq 10,1. Uyğun cavab olacaq C variantı.